Deməli, indi bu fəzana düz xətlərin müstəviləri burada söz yığını çoxdur. Yəni bizim burada əsas eləyə biləcəyimiz məsələlər bundan əvvəlki öyrəndiyimiz ən çox da Pifaqor teoreminə aid olan suallardır. Bir də fəzanın pis cəhəti vərəqdə çəkdiyi şəklin reallıqda nə olduğunu dərk eləməlisən. Yəni o şəklə görə işləmirsən. O şəklin reallıqda nə olduğunu dərk eləyərək işləyirsən. Yəni paralelogramı da, rombu da, düzbucağını da, kvadratın da hamısını paralelogram şəklində təsvir edirsən. Üçbucağı təsvir edən zaman onun ölçüləri dəyişir. Yəni bərabər tərəfli üçbucağı düzbucağı tutacaq kimi təsvir edirsən və ya düzbucağı tutacaq bərabər tərəfli tutacaq kimi. Yəni o artıq təsvirdə sən nə çəkdiyini özün başa düşməlisən. Deməli, düz xətti bilirik ki, tərifsiz qəbul olmuş anlayışdır. Nöqtə də tərifsiz qəbul olmuş anlayışdır müstəvidə. Bu üçünə riyazi olaraq tərif verilməyib. Yəni, nə düz xəttin tərifi var, nə nöqtənin tərifi var, nə də ki, düz xəttin, müstəvinin tərifi var. Müstəvi də tərifsizdir. Müstəvilər alfa, beta, gamma olaraq adlandırılırlar. Fəzanın bu bölməsi stereometriya adlanır. Stereometriya aksiyonları dedikdə, deməli, hər bir müstəviyə aid olan və aid olmayan nöqtələr var. Yəni, bu alfa müstəvisinin üzərində olan nöqtələr var və üzərində olmayan nöqtələr var. Müstəvi nə deməkdir? Sonsuz hamar sərt deməkdir. Belə tərif deyil, bu riyazi tərif deyil, sadəcə nəyə bənzədiyini deyilən sonsuz hamar sərt. Məsəl üçün, necə ki, düz xətti biz çəkəndə sadəcə müəyyən bir hissəsini çəkirik, amma başa düşürük ki, sonsuzdur, sağa və sola doğru, yəni uclardan uzada bilirik istədiyimiz qədər. Müstəvi də sonsuzdur. Məsələn, bu vərəq müstəvinin bir hissəsidir sadəcə. Yəni, bunun 4 tərəfə də sonsuz uzana bilir. Bu sadəcə onun bir hissəsidir. Stolun üstü və s. Yəni, kitabın üzü. Bu sadəcə müstəviyə bir nümunədir. Yəni, biz müstəvi deyəndə bunu nəzərdə tuturuq. Əsasən də şəkillərdə ya belə çəkirlər, ya da paralelogram formasında çəkirlər. Yəni ki, stolun üstünə kənardan baxır. Yəni, bu müstəvini göstərir. Deməli, hər bir müstəviyə aid olan və aid olmayan nöqtələr var. Bunu lövhədə çəkəndə bəziləri fikir ki, müstəvi sonsuz uzanırsa, bu getdi uzandı, nöqtə ona aid oldu deyə düşünənlər olacaq. Amma bu elə deyil. Elə bil ki, o nöqtənin biri buradadır, o birisi göydədir. Sadəcə mən onu nətər çəkim? Yəni, bunu aşağıda da çəksəm, yuxarıda da çəksəm, yəni bunu təsəvvür eləmək lazımdır ki, buna aid olan nöqtələr və buna aid olmayan nöqtələr var. Sonra, düz xəttlə müstəvinin qarşılıqlı vəziyyətləri var. Düz xəttlə müstəvi hansı qarşılıqlı vəziyyətlərdə ola bilər? Düz xətt müstəvi üzərində ola bilər. Bu düz xətt müstəvi ilə iki ortaq nöqtəyə malikdirsə, deyirlər ki, düz xətt müstəviyə aiddir. Yəni, düz xətt müstəvi üzərindədir. A düz xətti alfa müstəvisinə aiddir. Düz xəttlə müstəvinin bir ortaq nöqtəsi varsa, bu deməkdir ki, düz xətt müstəvini kəsir. Bunu belə qırıq-qırıq çəkirlər ki, orada kəsdi, keçdi, aşağıda görünmür. Yəni, düz xəttlə müstəvinin ortaq nöqtəsi varsa, bunlar kəsişir anlamına gəlir. Bir də var ki, düz xəttlə müstəvinin heç bir ortaq nöqtəsi yoxdur. Düz xəttlə müstəvinin heç bir ortaq nöqtəsi yoxdursa, deməli, bu düz xətt müstəviyə paraleldir. Bir damcı meyilli olsa, mütləq gedib uzanıb. Bu da sonsuzdur, o da sonsuzdur, kəsişəcəklər. Yəni, düz xəttlə müstəvinin heç bir ortaq nöqtəsi yoxdur deyəndə, deməli, düz xəttlə müstəvi bir-birinə paralel şəkildə dayanmış olur. Bəli, ikinci şəkildə budur. Yəni, təsvir budur. Düz xətt müstəvini kəsir. Deməli, düz xəttlə müstəvinin dediyimiz kimi 3 qarşılıqlı vəziyyət var. Sonra, iki müstəvinin də, xüsusi halda onu deyim ki, burada məsələn, düz xətt müstəviyə perpendikulyar olarsa, düz xəttlə müstəvi arasında qalan bucaq anlayışı var. Bu nə deməkdir? Düz xəttin müstəvi üzərindəki proyeksiyası arasında qalan bucağa, düz xəttlə müstəvi arasında qalan bucaq deyilir. Bax, bu kəsdi, keçdi buradan, A düz xətti. Bunun müstəvi üzərindəki proyeksiyası, yəni kölgəsi. Bu onun proyeksiyası tutaq ki. Burada əmələ gələn bucağa düz xəttlə müstəvi arasında qalan bucaq deyil. Yəni, mən düz xəttlə müstəvi arasında qalan bucağı görmək üçün bu düz xəttlə müstəvinin üzərindəki proyeksiyasıdır. Buradan işıq düşəndə bir neçə işıq var deyə də müxtəlif proyeksiyalar görürük. Yəni, məsələn, bu onun proyeksiyasıdırsa, bu ikisinin arasında qalan bucaq düz xəttlə müstəvi arasında qalan bucaq adlanır. Əgər düz xətt müstəvi ilə 90 dərəcəli bucaq əmələ gətirirsə, onda deməli düz xətt müstəviyə perpendikulyardır. Məsələn, kəsdi, keçdi. Bu, burada düz bucaq əmələ gətiribsə, bu ona perpendikulyar. Deyilir ki, A düz xətti alfa müstəvisinə perpendikulyardır. İki düz xəttin, iki müstəvinin qarşılıqlı vəziyyəti. Fəzada müstəvilər
ya üst-üstə düşə bilər. Bu zaman bunlar eyni müstəvi olur əslində. Da bunu iki dəfə çəkməyin mənası yoxdur. Yəni iki müstəvi necə ki iki düzqət üst-üstə düşür, bir düzqətdə olmur. Eləcə də buna çox da baxmırıq. Yəni eyni bir müstəvi ola bilər. Sonra paralel ola bilər. İki müstəvinin heç bir ortaq nöqtəsi yoxdursa bunlar paraleldir. Məsələn, otağın döşəməsi ilə tabanı və yaxud qarşı divarları. Bunlar paralel müstəvilərdir. Kəsişə bilər. İki müstəvinin kəsişməsi bir düzqət boyunca baş verir. Yəni iki müstəvinin kəsişməsi bir düz xətt üzrə baş verir. Alfa və beta müstəvinin kəsişməsi A düz xəttir. Və bir də kəsişmənin xüsusi halı perpendikulyarlıq. İndi mən burada kəsişməni biraz elə çəkdim ki, elə birbaşa perpendikulyara oxşamışdı. Məsələn, belə çəkim də, yəni bunlar. Bu kəsişən iki müstəvi idi. Kəsişən zaman düz bucaq altında kəsişirlərsə, bu artıq perpendikulyar müstəvilərdir. Bunlar alfa və beta perpendikulyar müstəvilər, yəni düz bucaq altında kəsişən müstəvilər perpendikulyar müstəvilər olacaqdır. Təzadət düz xəttlərin 3 qarşılıqlı vəziyyəti var. Müstəvi üzərində 2 qarşılıqlı vəziyyət, yəni üstə düşməyi saymıram, ya kəsişirdilər, ya da ki bir-birinə paralel olurdular. Amma fəzada üçüncü bir vəziyyət də var, çarpaz düz xəttlər. Deməli, çarpaz düz xəttlər nədir? Ümumiyyətlə qeyd edeyim ki, kəsişən düz xəttlər və paralel düz xəttlər eyni bir müstəvi üzərində olur. Yəni bir müstəvi üzərində kəsişən iki düz xətt və bir müstəvi üzərində olub kəsişməyən iki düz xətt. Amma çarpaz düz xəttlər, məsələn, bax bunlar. Bu iki düz xətt fəzada dayanan iki düz xəttdir. Bunlar nə bir-birinə paralel dayanmayıblar, nə də kəsişmirlər. Bunlara deyirlər çarpaz düz xəttlər. Və çarpaz düz xəttlərdən bir müstəvi keçirmək olmur. Yəni mən elə bir müstəvi keçirdə bilmirəm ki, həm bu düz xətt o müstəviyə aid olsun, həm də bu düz xətt. Ona görə müstəvi əyilib geçsin o tərəfə. Aydındır mı? Yəni çarpaz düz xəttlərdən bir müstəvi keçirmək olmaz. Amma çarpaz düz xəttlərin birindən digərinə paralel olan müstəvi keçirmək olar. Yəni bunların elə ki, birini döşəmədə çəkirəm, birini də tavanda, yəni birini yuxarıda, birini oradan belə çəkirəm, birini də buradan düz çəkirəm. Bunlar bir-birinə paralel olan iki müstəvi üzərində çarpaz şəkildə dayanmış ola bilirlər. Yəni bunlar olur çarpaz düz xəttlər. Çarpaz düz xəttlər arasında qalan bucaq nədir? Tutaq ki, bunlar çarpaz düz xəttlərdir. Bu iki çarpaz düz xətt arasında qalan bucaq onlara paralel olub kəsişən iki düz xətt arasında qalan bucaqdır. Yəni məsələn, mən bu düz xəttdə A-ya paralel olan buradan bir düz xətt çəksəm, A1 düz xəttdir. Bu A və A1 arasında qalan bucaq elə A və B arasında qalan bucaq sayılır. Yəni iki çarpaz düz xətt arasında qalan bucaq onların birindən digərinə paralel olaraq çəkilib kəsişən düz xəttlər arasında qalan bucaq olaraq sayılır. Biz bunu fiqurlar üzərində görürük testlərdə. Düzbucaqlı paralelepiped və ya kub fiqurları üzərində bizə bunu göstərir. Məsələn, bax bu tutaq ki, ABCD A1, B1, C1, D1 düzbucaqlı paralelepipedidir. Bunun üzərində çarpaz düz xəttlər deyəndə hansıları nəzərdə tuta bilərik məsələn? Biz AA1 ilə məsələn, DC-li çarpaz düz xəttlər. Bunlar nə paralel deyirlər, nə də kəsişmirlər. Bunlar iki çarpaz düz xəttdir. Bəs bu iki çarpaz düz xətt arasında qalan bucaq nədir? Yəni AA1 və məsələn CD arasında. AA1, DD1-ə paraleldir. Düzdürmü? AA1 ilə DD1 paraleldir. Onda AA1 ilə CD arasında qalan bucaq elə DD1 ilə CD arasında qalan bucaq sayılır. Bu da indi düzbucaqlı paralelepiped olduğu üçün ona 90 dərəcədir. Aydınmı? Və yaxud məsələn, başqa bir nümunə göstərim. Testlərə düşüb bir dəfə bu çarpaz düz xəttlər arasında qalan bucaq buraxılışa. Ona görə buna diqqət edin. Deməli, məsələn, buradakı kubdur. Şəkildəki təsvir edilən kubdur. AB1 ilə bizə deyir ki, C1 arasında qalan bucaq. Bu iki düz xətt çarpaz düz xətt sayılırlar. Bunlar arasında qalan bucağı görmək üçün, məsələn, biz C1-ə paralel olan BB1-ə baxa bilərik. C1 ilə BB1 bir-birinə paraleldir. Ona görə elə AB1 ilə BB1 arasında qalan bucaq. Bu da kub olduğu üçün hər üzü hansı fiqurdur? Kvadratdır. Onda kvadratın diaqonalı ilə tərəfi arasında qalan bucaq 45 dərəcədir. Və yaxud biz onu bura da baxa bilərik, fərqi yoxdur. AA1 ilə C1-ə paraleldir. Biz yəni həmin bucağı
A1A B1-də götürə bilərdik. Bax, bu bucaq. Bu bucağı da götürə bilərdik. Bu da onsuz da eynidir. Yəni, bu iki çarpaz düz xətt arasında qalan bucaq üçün olan şəkillərdəki nümunələrdəndir. Sonra, deməli, düz xəttin dedik, qarşılıqlı vəziyyəti müstəviləri dedik, düz xəttlə müstəvini dedik. Gələk, əsas məsələlərimiz olan perpendikulyar, mail və mailin proyeksiyası. Demək olar ki, ən çox suallar gördüyümüz bunlardan olur. Perpendikulyar, mail və proyeksiya anlayışları. Deməli, müstəvi üzərində olmayan nöqtədən, müstəvinin üzərində olmayan nöqtədən, həmin müstəviyə yalnız və yalnız bir perpendikulyar indirmək olar. İkinci biri yoxdur. Yalnız bir dənə perpendikulyar indirmək olar. Bu AB adlanır perpendikulyar. B nöqtəsinə perpendikulyarın oturacağı deyirlər. Yəni, B nöqtəsi perpendikulyar oturacağı deyənə başa düşün ki, perpendikulyar müstəvi ilə kəsişmə nöqtəsidir. Bu A nöqtəsi ilə bu alfa müstəvisinin ixtiyari bir nöqtəsini birləşdirən parsaya mail deyirlər. Ürəyimiz istəyən bir yerdə nöqtə götürürük. Həmin o A ilə o nöqtəni birləşdirdiklərimiz maildir. Yəni, burada AC-dir, AD-dir. Bunlar hamısı maildir. Mailin oturacağı ilə, məsələn, C nöqtəsi. Mailin oturacağı ilə perpendikulyarın oturacağı arasındakı məsafə adlanır mailin proyeksiyası. Bax, bu maildir, bu perpendikulyardır, bu da mailin proyeksiyasıdır. Mailin proyeksiyası və perpendikulyar düzbucaqlı üçbucaq əmələ gətirdiyi üçün buna aid suallarımız testlərdə çox olur. Onu da deyək ki, nöqtədən düz xəttə qədər olan məsafə deyəndə elə həmin nöqtədən düz xəttə endirilmiş perpendikulyarın uzunluğu başa düşülür. Həmçinin müstəviyə qədər məsafədə deyəndə bu başa düşülür. İndi burada, məsələn, bizə deyir ki, müstəvi üzərində olmayan nöqtədən müstəviyə qədər məsafə 13 cm-dir. Məsələn, yəni perpendikulyarın uzunluğu 13-dür. Həmin nöqtədən müstəviyə çəkilmiş mail müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucaq dedikdə, mail ilə onun proyeksiyası arasında qalan bucaq başa düşülür. Bu 30 dərəcədir. Deyir ki, mailin uzunluğunu tap. Oldu 26. Və yaxud deyir ki, mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tap. Olur 13 kök 3. Yəni bunlardır. Qeyd eləyək ki, bayaqların daha doğrusu dedik ki, nöqtədən müstəviyə sonsuz sayıda mail çəkmək olar. Və böyük mailin proyeksiyası böyük, kiçik mailin proyeksiyası kiçik olur. Bax, bu şəkildə düzbucağa oxşamasa da bura 90-dır. Yəni onu demək istədim bayaq ki, bir şəkilləri çəkəndə bucağı və s. təhrif edirik çəkən zaman. Yəni indi burada məsələn, tutaq ki, AC mailindən uzundursa, onun proyeksiyası olan BC də BD-dən uzun olacaq. Yəni böyük mailin proyeksiyası böyük olur, kiçik mailin proyeksiyası kiçik olur. Bərabər maillərin də proyeksiyaları bərabər olurlar. Yəni, məsələn, verir ki, müstəvi üzərində olan nöqtədən müstəviyə 2 mail çəkilmişdir. Biri 17-dir, proyeksiyası 15-dir. O biri mailin proyeksiyası 6 olarsa, ikinci mailin uzunluğunu tap. Burada 2 dəfə Pifaqor teoremi. Bəli, bir dəfə tapırıq ki, bura 8-dir. Sonra da 8 ilə 6-nın kvadratından toplayırıq, tapırıq ki, 10-dur. Yəni, bunlar. Sonra, burada deyir ki, məsələn, ABCD kvadratının, bunlardan buraxılış imtihanda bir neçə dəfə sual düşübdür. ABCD kvadratının A təpəsindən onun müstəvisinə AM perpendikulyarı qaldırılmışdır. Biz kvadratı kvadrat kimi çəkməyəcəyik. Yəni ki, stolun üstündə kvadratı görürük, bu vərəqi gördüyümüz kimi. Bunun A təpəsindən AM perpendikulyarı qaldırılmışdır, deyir. A nöqtəsindən bura AM perpendikulyarı qaldırılmışdır. Bunların hər ikisinə də təbii ki, perpendikulyardır. Şimdi, bu yenirim kvadratdır. ABCD-də kvadratdır. Məsələn, deyir ki, AM perpendikulyarının uzunluğu 6 cm, kvadratın tərəfi də 8 cm-dir. MC-nin uzunluğunu tapın. MC-nin. Hə? MC 10 deyil. MC-ni birləşdirəndə MC-nin müstəvi üzərindəki proyeksiyası AC-dir. Əgər kvadratın tərəfi 8 idisə, bunun uzunluğu oldu 8 kök 2. Bu da düzbucaqlı üçbucaq olduğu üçün biz deməli MC-ni tapmaq üçün 6-nın kvadratı ilə 8 kök 2-nin kvadratını toplamalıyıq, tutaq ki. 36 ilə 128-i toplayırıq, edir kök 6-da 164 tutaq ki. Yəni bunu bilməliyik. Sonra,
Bizim 3 perpendikulyar teoremi deyilən bir teorem var və çox vacib bir teoremdir. 3 perpendikulyar teoremi. 3 perpendikulyar teoremi. Nə deyilir bu teoremdə? Deyilir ki, mailin müstəvi üzərindəki proyeksiyasına perpendikulyar olan düz xətt mailə də perpendikulyardır. Mailin müstəvi üzərindəki proyeksiyasına perpendikulyar olan düz xətt. Bunun üçün təsvir edək. Bax, AB mail, daha doğrusu qoy AC mail olsun, AB perpendikulyar. Deyir ki, mailin müstəvi üzərindəki proyeksiyasına. Yəni, buradan bir düz xətt çəkirəm. M düz xətti. Əgər bu M düz xətti BC-yə perpendikulyardırsa, deməli, onda M düz xətti AC-yə də perpendikulyardır. Bunun tərsi də doğrudur. Yəni, mailin müstəvi üzərindəki proyeksiyasına perpendikulyar olan düz xətt mailə də perpendikulyardır və yaxud əksi. Bunu belə orada şəkildə görmək gəlir olsa da, amma reallıqda qələmlərlə görəndə daha rahat anlamaq olur ki, həqiqətən də elədirlər. Məsələn, bax, tutaq ki, orada indi mən bu maildir, bu da tutaq ki, onun proyeksiyasıdır. Yəni, mailin proyeksiyasını perpendikulyarı çəkməmişəm. Yəni, AB-ni göstərmirəm. Bunlar ikisidir. Bax, bu qırmızı xəttdir. Mən A-ya perpendikulyar tutmuşam. Əslində, qırmızı xəttdir, qaraya da perpendikulyar tutmuşam. Yəni, həm qırmızı qələm qara qələmə, həm də bu biri qələmə perpendikulyardır. Yəni, budur 3 perpendikulyar teoremi. Mailin müstəvi üzərindəki proyeksiyasına perpendikulyar olan düz xətt, bax, qırmızıya da perpendikulyardır ağ, qaraya da perpendikulyardır qırmızı. Qırmızı ikisine də perpendikulyardır. Yəni, bu 3 perpendikulyar teoremidir. Məsələn, buna aid biz məsələdə belə bir şey verir. Deyir ki, ABCD düzbucaqlıdır. A, B, C, D düzbucaqlıdır. Bu düzbucaqlının buradan perpendikulyar qaldırılır B təpəsindən. BM perpendikulyardır ABCD müstəvisi. Yəni, bu buna perpendikulyar qaldırılır. Və bizə deyir ki, M nöqtəsindən bu düzbucaqlının tərəflərinə qədər olan məsafələr, məsələn, indi buradan konkret olaraq adları ilə də deyək, tutaq ki, bura qədər məsafə 15-dir, bura 17-dir, bura da 10-dur. Və belə veribdir. Deməli, MA 10-dur, MD 17-dir, MC 15-dir. Və bizdən MB-ni istəyir. Yəni, perpendikulyar uzunluğu. BD nereden tapdın? DC 8'dir. Niye? Bura düzbucaqdır. Niye düzbucaqdır? Elə indiki 3 perpendikulyara görə. Çünki bu düzbucaqlı olduğuna görə bu buna perpendikulyardır. Düzdür. Deməli, MC-nin proyeksiyası olan BC ilə CD bir-birinə perpendikulyardırsa, onda belə çıxır ki, elə MC ilə CD də perpendikulyardır. Yəni, bunu bizə göstərən 3 perpendikulyar teoremidir. Ona görə bunu bilməliyik. Bəli, həmin o MCD üçbucağından, MCD-dən biz tapırıq ki, CD 17-nin kvadratı 15-in kvadratı 8-dir. Düzbucağının qarşı tərəfləri bərabər olduğuna görə burada 8-dir. Onda buradan da təzdən Fəqor teoremi eləsək, bizim axtardığımız cavab olacaq 6. Orada B ilə düzbucaqlıdır. B-nin iki tərəfdə düzbucaqlıdır. B-nin, bəli. Düz xətt müstəviyə perpendikulyardırsa, onun üzərindəki bütün düz xəttlərə perpendikulyardır. Yəni, aşağıda işte 90'da. Hara? 8'den bura. Bura, onsuz da o düzbucaqlıydı. ABC'de orada düzbucaqlıdır. Yəni, sadəcə düzbucaqlı isə düzbucaqlı kimi çəkməyəcək, paralelogram kimi çəkəcək. Biz o düzbucaqlı kimi çəkəndə o bir xətti oradan qaldırmaq olmur elə. Yəni, o təsvirə diqqət edirik. Nə? O fəzan məsələsi olmayacaq, amma nətər onu təsvir edirlər? 270 olacaq yox ki, o şəkli elə çəkmirik. Məsələn, budur, biz bunu bu təpəsindən bura perpendikulyar qaldıranda onu belə çəkmirik də. Aydınmı? Yəni, biz ona ki, stolun üzərine kənardan baxırmış kimi təsvir edirik o formada. Sonra. Nəyi? Nə? Yox, orada 360 nə işi var?
Burada hərəsi eyni bir müstəvi üzərində deyil ki, hərəsi ayrı-ayrıdır. 100%. Elə bir ki, piramida şəkildə. Elə bir yox, piramida şəkildə orada. Aydın mı? Yəni, konkret piramidadır bu. Amma bir yan tili oturacağına perpendikülər olan piramidadır. O misirdəkilərdən deyil. Sonra, ne diyecektim? Bir şey var ki orada. Deməli, bax, bundan da imtihana düşmüş suallar olubdur. Parçanın müstəvini kəsdiyi və kəsmədiyi zaman parçanın ortasından müstəviyə qədər olan məsafə məsələləri tutaq ki. Deyir ki, AB parçası müstəvini kəsmir. Parça kəsməyə bilər, çünki parça sonludur. Yəni, bu parça bu boydadır. Bu müstəvini kəsməyə bilər, çünki bu uzanmır. Aydın mı? Deyir ki, məsələn, AB parçasının müstəvini kəsmir. Onun uc nöqtələrindən müstəviyə qədər olan məsafələr, uc nöqtələrindən müstəviyə qədər olan məsələn, 6 və 10-dur. Bunun ortasından müstəviyə qədər olan məsafə nə qədər olar? Bu zaman biz trapesiyanın orta xəttini görürük. Trapesiyanın orta xəttini gördüyümüz üçün də bu CC1 olur bunların cəminin yarısı. Bir də bunun kəsən variantı var. Düz xətt müstəvini kəsir. Tutaq ki, burada kəsdik, keçdik. Düz xətt müstəvini kəsdik, AB parçası müstəvini kəsir. Müstəvini kəsən zaman onun uc nöqtələrindən müstəviyə qədər olan məsafələr, tutaq ki, AA1, BB1. Bura tutaq ki, 6-dır, bura 18-dir. Bu zaman həmin parçanın ortasından olan məsafə. Xeyr, oxşarlıq gəlməyəcək. Bu məsafə isə fərqin yarısı olacaq. Bunun səbəbi üçbucağın orta xəttdə olmasıdır. Bax, bunu belə çəksək, tamamlasaq. Bura 6 olar, bura 6 olar. Bu elədir 24, düzdür? Bu da bunun ortası olduğu üçün 24-ün yarısı 12, bura oldu 6. Yəni, burada isə konkret olaraq həmişə uclardan olan məsafələr fərqinin yarısı olur. Kəsirsə, fərqin yarısı olur uclardan olan məsafələrin. Kəsmirsə, cəminin yarısı olur. Yəni, bu şəkildə biz bunu imtahanlarda dəfələrlə görmüşük ki, parça müstəvini kəsirsə, uclardan olan məsafə kəsmirsə. Bunu belə demişdim, bir dəfə imtihana da gelib düşmüşdü, ortanı vermişlər, sonra gəlib demiş ki, müəllim, bəs siz demişdiniz topla bölgüyə. Ona görə nəyi topla bölgüyə diqqət edin. Mən deyirəm ki, bunlar tutaq ki, A və B-dirsə, mən X-i tapmaq üçün A üstə gəl B bölü 2. Bu halda, yenə bu dediyim orta üçün, yəni orta nöqtədən danışıram. Tutaq ki, C bunun ortasıdır. Burada da ortasıydı. Bu zaman C1 olur. Bu məsafələr fərqinin yarısı. Modul yazıram, çünki indi A-nın B-nin böyük olduğunu əslində görürəm də sadəcə. Yəni, bu zaman fərqin yarısı, o zaman cəmin yarısı. Sonra, məsələn, deyir ki, çıxa bilərsin. Sən də çıxa bilərsin. Nə bölümdə danışasın da? Sən də çıxmalısın. Nə bilim, bunun hamısını keçeyim, yarısını keçeyim, bilmirəm ki. 200'lü bucaq. Asan forması belə çəkildi, adi bucağı çəkildik. Bucağa ideal formada kənardan baxırdıq biz. Məsələn, burada üç bucağın sağ olun. Üç bucağın təpələrindən, tutaq ki, üç bucağın müstəvisində, üç bucağın təpələrindən bərabər məsafədə olan bir nöqtə. Daha deyir ki, ABC üç bucağı bərabər tərəfli üç bucaqdır və bunun təpələrindən bərabər məsafədə olan bir nöqtə verilir. Bu nöqtə üç bucağın bütün təpələrindən bərabər məsafədədirsə, onda bu nöqtədən müstəviyə endirilən, yəni müstəviyə qədər məsafə dedikdə, həmin nöqtədən müstəviyə çəkilən perpendikulyarın düşür, yəni təpələrdən eyni məsafədədirsə, xaricə çəkilmiş çevrənin mərkəzinə fiqurun müstəvisi üzərində olmayan bir nöqtədən həmin fiqurun təpələrinə qədər olan məsafələr bərabərdirsə, yəni məsələn,
burada DA, DB, DC bir-birinə bərabərdirsə, bu zaman həmin nöqtənin, yəni endirdiyimiz perpendikulyarın düşdüyü nöqtənin yeri o üçbucağın xaricə çəkmiş çevrənin radisi olur. Yəni burada AO, BO və CO həmin üçbucağın xaricə çəkmiş çevrənin radisini göstərir. Yəni məsələn, sağ ol. Tutaq ki, bizdə deyir ki, ABC bərabər tərəfli üçbucağının tərəfi 6 santimetrdir. DO da sağ ol. DO'nun da uzunluğu 2'dir. Yəni onun müstəvisinə uzunluğu 2 santimetr olan DO perpendikulyarı qaldırılmışdır. Həmin nöqtədən üçbucağın təpələrinə qədər olan məsafəni tapın. Onda biz burada tapırıq ki, bu AO'dur, BO'dur və s. də bunlar R'dir. Bərabər tərəfli üçbucaqda xarici çəkmiş çevrənin radisi A kök 3 bölü 3'dür. Buraya da 2 kök 3. Bax bura. Bura 2 kök 3'dürsə, biz sonra üçbucaq DAO'dan Pifagor teoremi eləyərək tapırıq ki, AD'nin uzunluğu 2 kök 3'ün kvadratı üstə gəl 4 eləyir elə 4. Amma bunun biz düzbucaqlı variantlarında görürük. Sonra daxilə çəkmişdir. Məsələn, deyək ki, ABCD düzbucaqlısının tərəfləri 6 və 8'dir. Onun müstəvisi üzərində olmayan bir M nöqtəsindən bu düzbucaqlının bütün təpələrinə qədər olan məsafələr bərabərdir. Bu məsafələr bərabərdir deməklə artıq sonra deyək ki, bunlar bərabər olub tutaq ki, nə qədər olsun, 13 santimetrdir. Həmin M nöqtəsindən düzbucaqlı müstəvisinə qədər olan məsafə. Həmin nöqtədən bu müstəviyə qədər olan məsafə oraya çəkilmiş perpendikulyar. Bu perpendikulyar hara gəlib düşəcək? Düz diaqonalların kəsişmə nöqtəsinə. Yəni əslində onun xaricində çəkilmiş çevrənin mərkəzinə. Niyə? Bax, bu maillər bərabərdirsə, onların proyeksiyaları da AO-da, BO-da, CO-da, DO-da bərabərdir. Düzbucaqlının daxilində onun bütün təpələrindən eyni məsafədə yerləşən nöqtə nədir? Onun xarici çəkilmiş çevrənin mərkəzində olan nöqtədir. Buna əsasən biz başa düşəcəyik ki, birinci AC-nin uzunluğu 6'nın və 8'in kvadratına görə 110'dur. Buna nə oldu? 5, 5. Sonra tutaq ki, bu düzbucaqlı üçbucaq olduğu üçün üçbucaq MCO'dan Pifagor teoremine görə tapacağıq ki, M-o 13'ün kvadratı, 5'in kvadratı, yəni 12'dir. Bunu tapacağıq. Sonra, məsələn, deyək ki, ABC deməyim, AB parçasının A ucu alfa müstəvisi üzərindədir. Bu A ucu alfa müstəvisi üzərində deyəndə birinci müstəvini çəkin, sonra düz xəttə çəkib eləməyin. Deyək ki, və yaxud AB parçasının A ucundan alfa müstəvisi keçirilmişdir. Bunu düz xəttə çəkib sonra müstəvini belə könlədən keçirmək lazım deyil. Eləyə bilərsə, amma ən yaxşı təsvir olur ki, alfa müstəvisi çəkirsən və bunun A ucundan alfa müstəvisi keçir. Və deyir ki, bunun B nöqtəsindən, yəni B təpəsindən müstəviyə qədər məsafə 12'dir. B təpəsindən. Və üzərindəki C nöqtəsindən müstəviyə qədər məsafə 8'dir. Əgər AB parçasının uzunluğu 15 olarsa, AC-nin uzunluğu nə olar? Bəli, bu sual artıq oxşarlıq sualıdır. Yəni, burada oxşarlıq sualı görürük. Üçbucaq ACC1'in üçbucaq AB-B1'i oxşarlığından söhbət gedir. Biz AC-ni bilmirik, AB 15'dir, CC1 8, BB1 də 12'dir. Buradan da alırıq ki, AC bərabərdir 120 bölü 12, 10. Yəni oxşarlıq sualı eləmiş olur. Sonra, ikiyüzlü bucaq anlayışı. Bu nədir ikiyüzlü bucaq anlayışı? Bu ən asanlı deyirsiniz, bunu niyə belə? Çəkmə biraz gəlir. Bax, bu elə bir ki, İki yarım müstəvi. Yarım müstəvi nədir? Necə ki, şuanın başlanğıcı və sonu yoxdur. Müstəvini də yarıdan başlamışsın, yarım müstəvi. İki yarım müstəvi və onlar arasında qalan bu figura deyirlər ikiyüzlü bucaq. Bu müstəvilər onun üzləri sayılır. Yəni, bu ikiyüzlü bucaq. Buna da o ikiyüzlü bucağın tili deyirlər. Tili. Bizdə xəttli bucaqda təpə idi. Bunda təpə deyil, tildir. Bu düz xətt. Yəni, bu ikiyüzlü bucağın təsviridir. Bu ikiyüzlü bucaqdır. Bu ikiyüzlü bucağın xəttli bucağı anlayışı var. Yəni, bunun dərəcə ölçüsü onun xəttli bucağının dərəcə ölçüsü ilə tapılır. Bunun da xəttli bucağı nə deməkdir?
Bax, onun bu tutaq ki, tili idi. Bu tilinə perpendikulyar xəttlərdir. Bu xəttlərin ikisi də tilə perpendikulyardır. Bunu harada çəksəm də çəkə bilərəm. Bu iki düz xətt arasında qalan bucağa ikiyüzlü bucağın xətti bucağı deyirlər. Bu, indi şəkili təsvir eləyəndə biraz qəribə görünə bilər burada. Məsələn, bax, bu ikiyüzlü bucağın bir üzü elə ki, kitabdır. Açıq şəkildə dayanır. Və yaxud bunu belə də çəkirlər bəzən. Bu bizim biraz qırıq-qırıq çəkməliydi. Oje altda qalıb görsənmir. Bu ikiyüzlü bucaqdır. İkiyüzlü bucağın təsviridir. Bu onun tilidir. Bunlar onun üzləridir. Bu alfa üzü, bu beta üzü. Bunun tilinə perpendikulyar olan, bax, bu iki xətt arasında qalan bucağa ikiyüzlü bucağın xətti bucağı deyilir. Mənim onu harada çəkməyimdən asılı olmayaraq, bax, burada da çəksəm eyni bucaqdır o. Elə bunun qıraqları arasında qalan bucağına eyişir. Əslində o müstəvinin qırağı yoxdur, ümumi olaraq deyirəm. Kitab kimi düşündüyümüz üçün deyirəm. Yəni, ikiyüzlü bucağın xətti bucağı dediyimiz budur. Burada məsələn, bu bucaq və yaxud mən onu burada da çəksəm eyni. Bunlar ikisi də eyni ölçüsədir. Məsələn, topluda bir sual var. Bura yazıb tutaq ki, 5x minus 10, bura yazıb 2x plus tutaq ki, 50. Deyir, x-i tap. Bunlar eyni bucaqdır. Bir-birinə bərabərləşdirərək, məsələn, biz x-i tapırıq. İndi, ikiyüzlü bucaqla bağlı suallarımız nətər olur? Məsələn, deyir ki, ikiyüzlü bucağın bir üzü üzərinə götürülmüş nöqtədən. Elə ki, bu ikiyüzlü bucaqdır. Bunun bir üzü üzərində götürülmüş nöqtədən ikiyüzlü bucağın tilinə qədər olan məsafə 10 cm-dir. Tili dediyi buradır. Bura qədər olan məsafə 10-dur. Digər üzə qədər olan məsafə 8-dirsə, həmin nöqtədən, yəni bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər məsafəni tap. 6. Bunu indi bəzən uşaqlar belə çəkməyə xoşdurlar, ikiyüzlü bucağı. Hə? Bəli, burada şəkili çəkir və çəkdiyini başa düşməkdir. Və yaxud deyir ki, ikiyüzlü bucağın dərəcə ölçüsü 60 dərəcədir. Yəni, bu müstəvilər arasında qalan bucaq 60 dərəcədir, xətti bucaq. Bunun üzərində götürülmüş nöqtədən digər üzə endirilmiş perpendikulyarın uzunluğu 8-dir. Bucağın da dərəcə ölçüsü 60-dir. Həmin nöqtədən tilə qədər məsafəni tapın. Tilə qədər. Bunu istəyir. Buranı istəyir. AC-ni istəyir. Burada 60-dır. Onda 60-ın qabağındakı, bura 30-dur. Biz bilirik ki, bura x yazsaq, burada yaxşı yazmamışım. 8 yazdım, 9 yazdım. X kök 3 bərabərdir 9-a. X də bərabərdir 3 kök 3. Bura 3 kök 3 isə, burada nə olacaq? Bəli, 6 kök 3. Kök 3 108. Yəni, bunları başa düşməliyik. Və yaxud belə bir sual verir. Deyir ki, ikiyüzlü bucağın daxilindəki bir nöqtədən onun hər iki üzünə qədər olan məsafə 4 cm-dir. Bax, bu nöqtədən həm bu üzə endirilən perpendikulyarın uzunluğu 4-dür, həm də bu üzə endirilən perpendikulyarın uzunluğu 4-dür. Deyir, ikiyüzlü bucağın dərəcə ölçüsü 60 dərəcə olarsa, ikiyüzlü bucağın dərəcə ölçüsü 60 dərəcə, həmin nöqtədən tilə qədər olan məsafəni tapın. Bax, ikiyüzlü bucaq 60 dərəcə idi. Bu bölündü 30-30-a. Niyə? Bu məsafələr bərabər olduğu üçün bunlar kongruent düzbucaqlardır. Amma məsələn, biri 4, biri 5 olsaydı, mən 30 bölə bilməyəcəkdim heç vaxt. Bizə deyiləsini verməyiblər. Həmişə beləsini verirlər. Bu 30 bölündü. Deyir ki, tilə qədər olan məsafə. 30 dərəcə bucaq qarşıda duran kadr betonun yarısı bizdə 18. Mən bunu inşallah başa düşməyəndə bunu belə çəkib, tam ideal formada ikiyüzlü bucağı kənardan görmüş kimi baxmaq olar. Hər şəkil çəkməkdə qarışıq olursa. 30-30, bunlar 4-dür. Yəni ki, o 3 deydi, bu oldu 2-dir. Onun 2D variantı. Amma başa düşərsən ki, ikiyüzlü bucağın tili bunun təpəsi sayılır da, yəni. Bunları dərk edirsən. Üz dedikdə bunun tərəfləridir. Yəni, 3D şəkli 2D formatda çəkə bilərsən. Rahat görmək üçün. Əgər orasını çəkməkdə qarışdırırsanız. Sonra orada oxşarıq olan, 3 bucaqdan olanlar var. Dedik. Proyeksiyaları dedik. Çarpaz bucaqları dedik. Necə? Yoxsa bir şey qalmadı. Onlara bir-bir baxıram ki, nələrdir mənim. Hamısından danışdıq.